Allah Teala qanunları elə qoyub ki, insanın fitrətinə uyğun qoyub. Qadının öz fitrətinə uyğun, kişinin öz fitrətinə uyğun. Yaradılışına yəni. Ona uyğun qanunlar qoyulub. Araşdırsan, bunlar elə formada qoyulub ki, birisi ola bilsin buna o icazə verilir, ona icazə verilmir. Bu deməkdir, o aşağıdır, o yuxarıdır. Xeyr. Yaradılış baxımından qadın zərifdir, zəif deyil, zərifdir. Və kişi onun zərafətini qorumalıdır. Ona görə qadına məsələn cihad vacib deyil, kişiyə vacibdir. Misal üçün da bu cür məsələlər. Ki o bundan asılıdır o cür nə yox, kişinin boynunun borcudur ki, qadını dolandırsın. Çünki onun gücü var, qüdrəti var, qüvvəti var, getməlidir, işləməlidir, hər nə etməlidir, halal çərçivədə təbii ki. Gəlib onu təmin etməlidir. Bu pisdir, deyir, qadınınızı qoruyun da. Din qadağan eləmir. Qadın da işləsin. İnsandır da ictimai varlıqdır, işləsin də, dindir işləmə. Təbii ki, qarşılıqlı razılaşma olsun da, bu əri ilə razılaşsın işləsin də. Axı, biz bəzi məsələlərdə Allah Teala qadına hələ bir dənə böyük hüquq verir ki, qadın hər şey eləyə bilər yaxşı mənada, o hüququna. Amma bəzi məsələlərdə də məsələn, kişini önə çıxartır, amma yenə də əziyyəti kişiyə verir Allah ki, əziyyəti kişi çəksin. Çünki o biri tərəf zərif məxluqdur. Fiziki gücdən dolayı belə deyilir də ya. Bəli də, təqribən elə, təqribən elə.